Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Bakıda müşahidə olunan dronlar nə baş verir? İran Ermənistanı bombalayacaq. İrəvanda kabus ssenarisinə hazırlaşıblar. İranın taleyi həll olunur. Bu adada nə var? Xameneyinin xüsusi təyyarəsi də məhv edildi. Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama. Gecə saatlarında Bakı səmasında dron səslərinin eşidilməsi müzakirələrə səbəb olmaqla yanaşı narahatlıqla qarşılanıb. Məsələ ilə bağlı Müdafiə Nazirliyindən Telegrafın sorğusuna cavab olaraq bildirilib ki, narahatlığa heç bir əsas yoxdur. Müdafiə Nazirliyindən hadisə ilə bağlı başqa şərh bildirilməyib. İran Ermənistan Baş naziri Nikol Paşinyanın səfirliyə getmədiyini, qurbanlar üçün baş sağlığı vermədiyini unutmayacaq. Fikrimcə, cəzalandırmaq məqsədi ilə Ermənistana hücum da edə bilər. Bu barədə Ermənistanda Respublika Partiyasının üzvü ekspert Gagik Minasyan deyib. Minasyan hesab edir ki, Paşinyan İrana qarşı yanlış mövqe sərgiləyir. İran Kipri hədəf aldı. Hətta NATO üzvü Türkiyəyə, onun müttəfiqi Azərbaycana hücum etdi. Düşünürəm ki, Ermənistana bu və ya digər formada cavab veriləcək. Ermənistan dost ölkə olan İrana qarşı yanlış mövqedən çıxış edir. Buna görə cavab veriləcəyini düşünürəm. Minasyan Ermənistandan İrana qarşı yeni cəbhənin açılması riskindən də bəhs edib. Ermənistan ərazisindən İrana qarşı yeni cəbhə açılarsa, bu bizim üçün kabus ssenarisinin baş verməsi deməkdir. İran Amerika bazalarının olduğu ölkələrlə necə davranırsa, Ermənistanla da elə davranacaq. Hətta daha sərt addımlar ata bilər, erməni ekspert bildirib. İranın Xarq adasının vurulması və nəzarətə götürmək niyyəti Amerikanın rejimin dirənişini qırmaq hədəfinə gedən yolda C planı kimi dəyərləndirilə bilər. A planı, Xameneyinin öldürülməsi və hava zərbələri ilə rejimin təslim olması baş tutmadı. B planı, başda kürdlər olmaqla silahlı qrupların hərəkətə gətirilməsi variantı rəfə qaldırılmasa da təxirə salındı. Hazırda İranın əsas gəliri olan neft ixracının qarşısını almaq, rejimin gəlirlərini məhdudlaşdırmaq istiqamətində addımlar atılır. İranın neft ixracının 90%-ni təmin edən adanın hədəfə alınması da buna hesablanıb. Trump hələlik adada hərbi hədəflərə zərbə indirdiklərini, İran Hürmüz boğazında keçidə problemlər yaradacağı təqdirdə neft infrastrukturunu məhv edəcəklərini bəyan edib. Bu, Amerikanın İranı Hürmüz boğazında atdığı addımlardan çəkindirmək məqsədi kimi görünsə də, müharibənin gedişinə təsir edəcək faktor olan neft infrastrukturu ilə bağlı iki mümkün addım atıla bilər. Ya hərbi hədəflər məhv edildikdən sonra xüsusi təyinatlıların yeridilməsi ilə ada nəzarətə götürüləcək, ya da neft infrastrukturu məhv ediləcək, Amerika bu addımlar İranı gəlirlərdən məhrum etmək və rejimi təslim olmağa sürükləmək niyyətindədir. Yaxud ölkədə iqtisadi çöküşün yaşanacağı təqdirdə hakimiyyətin küçə təzyiqi ilə üzləşəcəyi proqnozlaşdırılır. Hava zərbələrində bəsic məntəqələrinin vurulmasının hədəflərindən biri də İranda mümkün küçə aksiyalarında rejimin etirazçılar qarşısında müqavimətini zəifləməkdir. İran isə bu ssenariyə qarşı daha sərt addımlar ata, Müştəba Xameneyinin dediyi yeni cəbhələri aça bilər. İranın paytaxtı Tehranın Mehrabad Beynəlxalq Hava Limanına hava zərbələrindən sonra iri miqyaslı yanğın baş verib. Telegraf xəbər verir ki, bu barədə İran kivləri məlumat yayıb. Məlumata görə, hücum zamanı İnqilab Keşikçiləri Korpusunun nəqliyyat donanmasının böyük bir hissəsi, eləcə də İran liderlərinin xüsusi rəsmi təyyarəsi tamamilə məhv edilib. İsrail ordusu da Mehrabad hava limanında məlumatı təsdiqləyib. Ordunun mətbuat xidməti bildirib ki, hərbi hava qüvvələri bazar ertəsi Mehrabadda İranın mərhum ali rəhbəri Əli Xameneyinin də vaxtilə istifadə etdiyi təyyarəsini dəqiq zərbə ilə məhv edib. Hazırki geosiyasi şəraitdə Türkiyə Orta Dəhliz layihəsində ən etibarlı və yeganə real seçimdir. Telegraf xəbər verir ki, bu barədə Rothschild-Konun Türkiyədəki sədri Ata Köseoğlu Qlobal Bakı Forumunun əlavə sessiyasında bildirib. O, Türkiyənin regionda balanslı siyasət yürütdüyünü və strateji layihələrin icrasında mühüm rol oynadığını vurğulayıb. Bakı-Tbilisi-Ceyhan kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi layihələr regionun iqtisadi dayanıqlığını təmin edən əsas amillərdir. Köseoğlu Azərbaycanın Türkiyə iqtisadiyyatındakı geniş iştirakına toxunaraq qeyd edib ki, rəsmi Bakı qardaş ölkəyə indiyədək 21 milyard dollar sərmayə yatırıb.
O, Azərbaycanın Türkiyəyə daha 7 milyard dollar əlavə investisiya yatıracağını da diqqətə çatdırıb. Ata Köseoğlu Zəngəzur dəhlizinin Ermənistan üçün də böyük fürsət olduğunu bildirib. Zəngəzur layihəsi təkcə Azərbaycan və Türkiyə üçün deyil, həm də Ermənistanın Avropaya çıxışı üçün mühüm platformadır. Bu dəhliz bölgədə davamlı sülhün və iqtisadi inteqrasiyanın qarantı ola bilər.